biz bugün üç şəkilsinin anonimliyindən danışacağıq. Üç şəkilsi həm keçmiş zaman şəkilsi kimi, həm də fe'li bağlama şəkilsi kimi işlənən bilir. Biz bunu söz tərkibində necə fərqləndirəcəyik? Əgər üç şəkilsi olan cümlədə ıbdan sonra ırzıdır şəkilsini əlavə edib və ediriksə və məna dəyişmirsə, məna pozulmursa, o zaman üç şəkilsi zaman şəkilsi olacaq. Əgər dır şəkilsini əlavə edib etsək və məna pozulsa, o zaman fe'li bağlama şəkilsi olacaq. Məsələn, deyirəm, kitabı götürür. Kitabı götürür. Bir də yazıram. Kitabı götürüb. Götürüb getdi. Burada üç şəkilsi var. İndi dediyim qaydanı tətbiq edirəm. Kitabı götürüb bir məna pozulmadı. Deməli, burada üç şəkilsi zaman şəkilsi olacaq. İkinci cümlədə yazıram. Kitabı götürübdür, getdi. Məna uyuşmur. Deməli, burada fe'li bağlama şəkilsi olacaq.